Salam dəyərli izləyicilər. İndi sizə 20 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu sinif buraxılış imtahanından riyaziyyat suallarının izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Hər birinizə uğurlar arzulayıram. İnşallah hər biriniz istədiyiniz nəticəni alarsınız. Başlayaq ilk sualdan. İfadəsinin qiymətini hesablayın. Biz bilirik ki, hasilinin kvadrat kökü, onların kvadrat kökləri hasilə bərabərdir. Yəni, yazırıq kök altında 0,125, vurulsun kök altında 16, vurulsun kök altında 0,36 bərabərdir. Deməli, kök altında 0,25 bizə verir 0,5-i, kök 16 bizə verir 4-ü, kök altında 0,36 bizə verir 0,6-nı. Bərabərdir. 4'ü 0,5'e vuranda 2. 2'ni de 0,6'ya vursak 1,2. Yani doğru cevap burada 1,2'ye bərabərdir. 58-ci sual. İstənilən boş olmayan A, B, C çoxları üçün münasibətlərin hansı doğru deyil? B kəsişir C verib A variantında. B də deyir B ilə C-nin kəsişməsinin alt çoxluğudur. Elə A variantı yanlışdır. Çünki İstənilən boş olmayan deyir. İstənilən ABC çoxluq deyir burada. B ilə C-nin kəsişməsinin alt çoxluğu ola bilməz. Məsələn, hər hansı bir dənə iki çoxluq götürürəm. B və C. Baxın, B, C. Kəsişməsi buradır. Kəsişməsi bura olduğu üçün B bunun alt çoxluğu ola bilməz. Ona görə A variantı ilə yanlışdır. Digər variantlar hamısı doğrudur. 59-cu sual. 10'un kvadratı çıxı 8'in kvadratı böl 18 ifadəsinin qiymətini hesablayın. Sürətə müxtəsər ona düstur tətbiq eləsək, 10 çıx 8, 10 üstə gəl 8, bölünsün 18. Bu da bərabərdir. 2 vur 18 böl 18. Bunlar ixtisar gedir. Nəticə qalır 2. Yəni doğru cavab D variantı. 60-cı sual. Velosipedçi 24 km/saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Velosipedçi həmin yolu 18 km/saat sürətlə neçə saata geri qayıdar deyir. İndi gedilən yolu tapıram. Gedilən yol S bərabərdir. S bərabərdir. Sürət vurulsun zaman. Sürət 24'dür. Zaman da 1,5'dir. Bu da bərabərdir. 24'ü vurmaq lazımdır 1,5'ə. Bu da bizə verəcək 36 kilometr. Deməli, gedilən yol 36 kilometrdir. İndi deyir ki, 36 kilometr yolu 18 km/saat sürətlə neçə saata qayıdacaq? Gedilən yolu sürətə bölsə bizə verəcək zamanı. Yəni 36 böl 18 olacaq 2 saat. Deməli 2 saata qayıdacaq. Doğru cavab B variantı. 61-ci sual. Daxili bucaqların cəmi 1800 dərəcə olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Biz bilirik ki, qabarıq n bucaqlının daxili bucaqların cəmi n çıx 2 vur 180 dərəcəyə bərabərdir. Bu bərabərdir 1800 dərəcəyə. Burada ixtisarlar gələcək. Burada 1. Burada 10. N çıx 2 bərabərdir 10'a. N bərabərdir 12. Deməli, tərəf sayı 12'dir. Bizə də tərəf sayı soruşduğu üçün doğru cavabımız burada B variantı 12'ye bərabərdir. 62. İrasional ədədlərdən hansı 1/3-dən kiçikdir? İndi 3/1 belə yazıram. 3/1 bərabərdir. 1 bölünsün kökdə 9. Deməli, sürətləri eyni olan kəslərdən məxrəci kiçik olan daha böyükdür. Baxırıq. Kökdə 3. A variantı böyükdür. B variantı da böyükdür. C də böyükdür. D də böyükdür. Amma Y variantı isə doğru cavabdır. Y variantı 3/1-dən nədir? Kiçik olacaq. 63. Radiusu 7,5 cm olan dairənin diametrini tapın. Diametr radiusunun 2 misli olduğu üçün doğru cavab olacaq Y variantı, yəni 15. 64. 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər birindən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Deməli, ən böyük deyirsə, birinci ən böyük yazmalıyım. Ən böyük hansıdır? 9. 9'u yazdım.
Sonra keçirik ikinci ən böyük 7. 7'ni yazdım. Sonra keçirəm 6'ya. 6'nı yazdım. Sonra 5. 5'i yazdık. Sonra 3. Sonra gəlir 1. Bu ən böyüdür. İndi keçirəm ən kiçiyini yazmağa. Ən kiçik birinci birdən yazmalıyam. Birinci rəqəm 1'dir. Sonra ikinci rəqəm 3. 3'ü yazdıq. Sonra gəlir 5. 5'te yazdıq. Sonra 6. 6'nı yazdıq. Sonra 7. 7'ni yazdıq. Və ən sonuncusu 9. Bunların fərqini soruşur. İndi bunların fərqini tapmalıyam. 1'dən 9 çıxmaq olmur. 11'dən 9. Burada qalır 2. Burada 3'dən birini vermişəm. 2 qalır. 2'dən 7 çıxmaq olmur. 12'dən 7 çıxanda 5. 5. Buradan birini vermişəm. Burada 4 qalır. 14'dən 6. 8. 8. Burada da birini vermişəm. 5 qalır. 5'dən 5 0. 0. 7'dən 3 4. 9'dan 1 84. Deməli 840, 852. Doğru cavab olacaq Y variantı. 65. İfadəsini sadələşdirin. Burada nəyə baxırıq? A üstü mənfi 5, A üstü 4. Bizə verəcək A üstü mənfi 5 plus 4. Olacaq A üstü mənfi 1. Sonra B üstü 6, B üstü mənfi 4. Bizə verəcək B üstü 6 üstü mənfi 4, B üstü 2. Sonra C kubu, C üstü mənfi 5. C üstü 3, üstə gəlir mənfi 5. Bizə verəcək C üstü mənfi 2. Bu dəyişən hissəsi. İndi sonra keçirəm əmsala. 0,36 vurulsun 2,9'da 2. Bizə verir 9'da, deməli 9'da 20'ni verir. Bu da bərabərdir. %36 vur 9'da 20. Şimdi burada ixtisarlar gələcək. Burada 1, burada 5. 20 ixtisar olundu. 9'a ixtisar olacaq. Burada 1, burada 4. Olacaq 5'də 4. Deməli 5'də 4. A üstü mənfi 1. B kvadrat, C üstü mənfi 2. Doğru cavab B variantı. 66. Kubun tilini 1 vaid artırsaq, onun həcmi 19 vaid artar. Kubun tilini tapın. Kubun tilinə A desəm, həcm V bərabər olacaq A kubu. Yəni kubun tilini 1 vaid artırsaq, A plus 1. Həcmi olacaq nə? A plus 1'in kubu. Həcmi buna bərabərdir. Bunların fərqini verim 19. Yəni A plus 1'in kubu çıx A'nın kubu bərabərdir 19. Bizdən burada A'nı soruşur. İndi A plus 1'in kubu çıx A kubu. Bizə verir A plus 1 çıx A vurulsun. A plus 1'in kvadratı. Üstə gəl hasilləri. A vurulsun A plus 1. Üstə gəl 1'in kvadratı. Bərabərdir. Üzr istəyirəm. Üstə gəl. Üstə gəl A'nın kvadratı daha doğrusu. A'nın kvadratı. Bərabərdir nəyə? Bərabərdir 19'a. 19. İndi burada A'lar islah olunacaq. Qalacaq 1. 1 vurulsun. A plus 1'in kvadratı bizə verir A kvadrat. Üstə gəl 2A plus 1. Üstə gəl A kvadrat. Üstə gəl A. Üstə gəl A kvadrat. Bərabərdir 19'a. Burada alınır 3A kvadrat. Üstə gəl 3A. Üstə gəl 1. Çıx 19. Bərabərdir 0. 3A kvadrat. Üstə gəl 3A. Çıx 18. Bərabərdir 0. Hər birini 3'ə bölsəm A kvadrat plus A. Çıx 6. Bərabərdir 0. Bu da nə deməkdir? A plus 3. A çıx 2 deməkdir. Bərabərdir 0. Deməli A'nın bir qiyməti mənfi 3'dür. Bir qiyməti isə 2'dir. İndi til mənfi ola bilmədiyi üçün til olacaq müsbət. Yəni 2. Doğru cavab olacaq Y variantı. Qapalı sualı bunu həlləmədən də yazmaq olar. Yəni şifahi. 67. Tənliyini həll edin. Ortaq vuruq kimi mən x-i mütərizə xaricinə çıxartsam, alınır 4x çıx 3 bərabər 0. Hasil 0-sa ən azı biri 0'dır. Birinci 0'dırsa x bərabər 0. İkinci 0'dırsa 4x çıx 3 bərabər 0 yazırıq. 4x bərabər 3'ə, x bərabər 4'də 3. Deməli kökün biri 0'dır, digərində nədir? 4'də 3'ə bərabərdir. Doğru cavab B variantı. 68. A'nın hansı qiymətində ifadəsinin qiyməti isə böyükdür. Yəni bizə deyir ki 3A plus 9 bərabərdir 3 vurulsun
4'ə çıx 18'ə. 3A üstə gəl 9 bərabərdir. 3 dəfə 4 12. 12A. 3 dəfə 18 54. Buradan çıxır ki 12A çıx 3A bərabər 9 plus 54'ə. 9A bərabərdir 63. A da bərabərdir 63'ü 9'a bölsək 7. Deməli A'nın 7 qiymətində doğru olacaq cavab 68C. 69 ifadəsini sadələşdirin. Ortaq məxrəc x plus a x çıx a'dır. X plus a x çıx a. Birinci kəsirin məxrəcinə bölsəm x plus a ixtisar gedər, x çıx a qalır. Sürətə vursam a vurulsun x çıx a. Çıxılsın. İkinci kəsirin məxrəcinə bölsəm x çıx a ixtisar olunur, x plus a qalır. Sürətə vursam a vurulsun x plus a bərabərdir. X plus a x çıx a. Sürətdə alınır ax çıx a kvadrat çıx ax çıx a kvadrat. Ax-lər burada islah olunacaq. Mənfi 2a kvadrat sürətdə olur. Məxrəcdə də müxtəsərdir. X kvadrat çıx a kvadrat. Yəni cavabımız olacaq bu şəkildə. İndi belə bir cavab olmadığı üçün sürətdə olan mənfini məxrəcə versəm 2a kvadrat bölünsün a kvadratı çıx x kvadrat olacaq. Yəni doğru cavabımız A variantı. 70-ci sual. Çevrəsinin o iri oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. Hansı oxla kəsişirsə digəri olmalıdır 0. O iri oxu dediyi üçün x-in yerinə 0 yazmalıyıq. 0 çıx 4'ün kvadratı plus y kvadrat bərabərdir 52. 16 plus y kvadrat bərabərdir 52'yə. Y kvadrat bərabərdir 36. Y bərabərdir plus minus 6. Deməli, y oxu ilə kəsişir 0, 6 və 0, mənfi 6 nöqtələrində. 0, 6, 0, mənfi 6. Doğru cavab C variantı. Doğru cavabımız C variantda verilib. 71-ci sual. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi verilmişdir. Faizlə. İndi baxaq. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Bir tələbəsi seçilir. Hansı hadisənin baş vermə ehtimalı daha böyükdür? Birincisi, A-da deyir ki, təbiət elmləri fakültəsinin tələbəsi seçilmişdir. Təbiət elmləri. Təbiət elmləri neçə faizdir? Baxaq. Təbiət elmləri faizini qabağa yazacaq. Təbiət elmləri 39 faiz. 39 faiz. Sonra B variantı deyir ki, İqtisadiyyat fakültəsi. İqtisadiyyat fakültəsi 14 faizdir. 14 faiz. C-də deyir ki, İqtisadiyyat fakültəsinin tələbəsi və ya riyaziyyat. Deməli, iqtisadiyyat bilinir, riyaziyyat neçə faizdir? Baxaq, riyaziyyat da 21 faiz. 21 faiz. Deməli, A variantı təbiət elmləri idi. Təbiət elmləri 39 faiz. Bunu bildik. B variantı İqtisadiyyat fakültəsidir. İqtisadiyyat fakültəsi 14 faizdir. 14 faiz. C variantında deyir ki, İqtisadiyyat fakültəsinin tələbəsi. İqtisadiyyat yəni 14 faizdir. Və ya riyaziyyat deyir. Riyaziyyat da 21 faiz. Toplasaq neçə olacaq? 35 faiz. 35 faiz. D variantı deyir ki, Sosial elmlər fakültəsi. Sosial elmlər fakültəsi 26 faizdir. 26 faiz. Y variantı deyir ki, Riyaziyyat fakültəsinin tələbəsi. Riyaziyyat məlum məsələ neçə idi? 21 faiz. İndi baxaq, ən çox faiz olan hansıdır? A variantındadır. Təbiət elmlərinin fakültəsi. Yəni doğru cavab burada A variantıdır. Bunun ehtimal daha böyükdür. 72-ci sual. YF AC paralel. YF FC'ye bərabərdir. YF FC'ye bərabərdir. Buranı 3 verib, buranı da 3 verib. AC'ni də verib 9. Bizdən soruşur BF X. İndi bu qapalı sualdır. Yəni bunun oxşarlığı birbaşa şifayədə yaza bilərsiniz. Heç bir problem yoxdur. Yəni A bucağı ilə Y bucağı uyğundur. Bu bucaqla da bu bucaq uyğun bucaqlardır. Ona görə 3 bucaq B, Y, F oxşardır 3 bucaq B, A, C-yə. Yazırıq B, Y-nin B bizə lazım olmayacaq. B, F-in yazaq. B, F-in, yəni X-in B, C-yə nisbəti. Yəni x plus 3'ə nisbəti. Bərabər Y-F-in 3'ün
AC 9'a nisbəti. Burada ixtisarlar gələcək. 1, burada 3. Çarpaz vursaq burada alınır 3x bərabərdir x plus 3'ə. Buradan alınır ki 2x bərabərdir 3'ə. X də bərabərdir 1,5. Yəni x'imiz burada 1,5'ə bərabərdir. 73-cü sual. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Bərabərsizliyin hər tərəfini 4'ə vursam alınır 6x çıx 3 kiçikdir. 4'ə vuranda 16x çıx 20. Mənfi 3 üstə gəlir 20 kiçikdir. 16x çıxılsın 6x'dən. 17 kiçikdir 10x'dən. Deməli 10x'imiz 17'dən böyükdür. X'imiz də böyükdür 1,7. Ən kiçik tam həll soruşduğu üçün 1,7'dən böyük ən kiçik tam həll cavab neçə olacaq? 2. Yəni doğru cavab burada 2'yə bərabərdir. 74-cü sual. Avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü. 7 nəfər düşdü. 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü. 4 nəfər mindi. İndi deyir ki, avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Bu bərabərdir. İndi baxaq. Bura eləyir 23. Plus 9. Eləyəcək 32. Burada da mənfi 10 eləyir. Cavab olacaq 22 nəfər. Yəni doğru cavab burada 22'yə bərabərdir. 75-ci sual. Tənliklər sistemindən elektrik hasilinin qiymətini soruşur. Tərəf-tərəfə toplasaq y-lər islah olunacaq. Alınır 3x bərabərdir 21'ə. X alınır 7. X 7 isə, x-in 7 yazsaq, y-də neçə alınacaq? 13'dən 7 çıxanda y-də olacaq 5. X-lik hasili 7 dəfə 5, 35. Yəni doğru cavab 35'dir burada. 76-cı sual. AB və CD parçaları Y nöqtəsində kəsişirlər. Y nöqtəsində və yarıya bölünürlər. Yəni bu hissə ilə bu hissə bərabərdir. Bu hissə ilə də bu hissə bərabərdir. İndi deyir ki, BY YD AD. BY 6K'dır. 6K. Sonra YD 4K'dır. Və AD 9K'dır. 9K. Deməli, bura nəyə fikiririk? B'ye 6K'dırsa A'ya da 6K olacaq. Bunu bildik. Deyir ki, ADY üçbucağının perimetri 38'dir. ADY üçbucağının perimetri nə deməkdir? 9K, 6K, üstəgəl 4K. Bərabərdir 38'ə. Buradan alınır 19K bərabərdir 38'ə. K alınır 2. K'nı tapdıq 2. Bizdən soruşur CB parçası. Bu üçbucaqlar konkurentdir. Baxın. Tərəflər 6K, 4K, 6K. Burada 4K'dır. Bir de bakın iki tərəf eynidir. Bir de bu bucaqlar da eyni olduğu için bu bucaqlar konkurentdir. Konkurent olduğu için CB'də neçə olacaq? CB'də olacaq 9K. Yəni K da 2'dir. 9 dəfə 2 nəticə olacaq 18. Doğru cavab 18'dir burada. Növbəti sualımız 77-ci sual. Mətbədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiymət cədvəli verilmişdir. Yəni çap qiymət cədvəli verilmişdir. Elnur bu mətbədə 5'də 1'i ağ, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Buna görə o mətbəyə neçə manat ödəməlidir? Baxırıq, 4000 vərəq çap etdirib, 4000. Bunun 5'də 1'i ağ-qaradır. 5'də 1 olacaq 800. Bu ağ-qaradır. Ağ-qara. Qalanı 3200 isə rənglidir. Rəngli. Ağ-qaraların sayına baxırıq 800'dür. 8 olduğu üçün bu birinci hissəyə aiddir. Ağ-qara birinci hissə. Yəni 0,135 manatdan hesablanacaq. 800 vuracaq 0,135 manata. Bu da bərabərdir. Eləcə 280 manat. Bunu bildik. İndi deyir ki, rənglilərin sayına baxaq. 3200 rənglidir. Rənglərin sayı 1500'dən çox olduğu üçün rənglərin sayı 0,45 manatdan hesablanacaq. 3200'ü vursam 0,45'ə. Bu da bərabərdir. İndi 3200'ü vurmaq lazımdır 0,45'ə. 3200 vurulsun 0,45. Bu da deyir
1440 manat. Cəmi 1440 üstə gəl 280 bərabərdir. 1440-ın üzərinə 280 gəlməliyəm. 1720 manat. Yəni doğru cavab burada 1720 manata bərabərdir. 78. Bir ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir. Yəni biri x-dir, biri də y-dir. X-in 25%-i bərabərdir y-in 50%-nə. Burada yüzlər ixtisar gedir. Eyni zamanda 25 ilə 50 ixtisar olunur. Burada 1, burada 2. X bərabər olur 2y. Bunu bildik. Bu ədədlərin fərqi, yəni x ilə y-in fərqini verib 60. X 2y olduğu üçün 2y çıx y bərabərdir 60-a. Y olur 60. Y 60 tapdıq. Y 60-dırsa x-imiz də olacaq neçə? X də olacaq 120. 2y olduğu üçün. Deyək ki, bu ədədlərin cəmini tapın. 60 üstə gəlir 120. Cavab olacaq 180. Yəni doğru cavab 180-ə bərabərdir. 79-cu sual. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarı göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Baxaq. Başlanğıcda Elnurun 150 manat pulu var. Hər gündə eyni qədər pul xərcləyir. Məsələn, yazıram ki, gündə A manat xərcləsin. A manat. 15 gündə onun xərclədiyi pul nə olacaq? 15 gündə 15A xərcləyəcək. Normalda 150 manat pulu var idi də, düzdürmü? 150 manat pulu. 15 gündə xərclədiyi pulla qalan pulun bərabərdir. Yəni, bərabərdir 150 çıx 15A. Baxın, 15 gündə xərclədiyi pul 15A-dır. Qalan pulla 150-dən çıxmalıyım 15A-dır. Bunlar bərabərdir. Burada alınır ki, 15A, üstəlik 15A bərabərdir 150-yə. 30A bərabərdir 150. A alır neçə? A olur 5. A-nı tapdıq 5. Deməli, gündə 5 manat pul xərcləyir. Deyir ki, Elnurun pulu neçə gündə bitər? 150-ni də mən 5-ə bölsəm 30. 30 gündə bitəcək. Doğru cavab burada 30-a bərabərdir. 80-ci sual. Bucaq A 100 dərəcə, bucaq B 50 dərəcə və D1 D2 paralel olarsa bucaq C-ni tapın. Mən burada nə edəcəm? B nöqtəsindən D1 D2 paralel 3-cü bir D3 xətti çəkirəm. D1, D2, D3 paralel deyirəm. Və buradakı bu bucaqla 100 daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180-dir. Mən buraya alfa desəm, alfa ilə 100-ün cəmi bərabərdir 180-ə. Alfa bərabərdir 80 dərəcə. Bunu tapdıq. Sonra bu bucaqla da bu bucaq çarpazdır. Ona görə buraya mən x desəm, x bərabərdir alfa ilə 50-nin cəminə. X bərabərdir. Alfa nədir? 80. 80 dərəcə plus 50 dərəcə. X bərabər olacaq 130 dərəcə. Deməli, doğru cavabımız burada 130-dur. Gəldik çatdıq növbəti və sonuncu sualımız. 81-ci sual. Tərəfi 8 olan ABCD kvadratında S1-in S2-yə nisbəti 9/1 olarsa S2-ni tapın. Burada nəyə fikir vermək lazımdır? Əvvəlcə AC diagonaldır. Bura 45 dərəcə olacaq. Eyni zamanda burada 45, burada 45, burada 45. Yəni S1, S2, sahəsi S1 və S2 olan düzbucaqlı üçbucaqlar bərabər yanlıdır. Yəni bu hissə ilə bu hissə bərabərdir. Bu hissə ilə bu hissə bərabərdir. İndi sayıların nisbəti S1-in S2-yə nisbəti 9/1-dirsə, sayıların nisbəti oxşarlı əmsalın kvadratıdır. Deməli, K olacaq 3/1. Deməli, bu tərəfə x desəm, bu tərəf olacaq 3x. Bura x, burada x, bura 3x, burada 3x. İndi bura 3x-dir, burada 3x-dir. Ne alır buradan? 4x. 4x 8'e beraber. Deməli x'imiz nədir? X'imiz olacaq 2. X'imiz 2'dir. Bizdən nə soruşur? S2. S2 ilə bərabərdir. X'imiz 2 olduğu üçün bura 6, burada 6'dır. Düzbucaqlı üçbucaqdır. Sahəsi olacaq katetlərin hansının yarısı? 6 bura 6'nın yarısı. 36'nın yarısı. Nəticə olacaq 18. Yəni doğru cavab burada 18'dir. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Əziz şagirdlər, sizə uğurlar arzulayıram. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz.